Özün də bilirsən. Nə bilirsən tək, bəlkə 5-dən? Yo, estağfurullah, mən güzel qardaşım. Hardan bilirsən ki, sən 5 dənədir? Onu mənə danışa Mən bilərsən. də deyirəm ki, mənim ümumiyyətlə marağım. yoxdur da. Çünki varlığına da heç bir dəlil yoxdur. Sən birdən bir Allah yaradırsan, onda mənə etibar edirsən. Gəl sənə bir sual verim mənim gözəl qardaşım. Ver. 1400 il bundan əvvəl Sirius ulduzu haqqında yazılmışdı. 2012-ci ildə Harda Sirius yazıldı? ulduzu tapıldı. Quran-ı Harda Kərimdə. Ayətidir. Deyə bilərəm. Bir dəqiqə gözlə, deyirəm sənə. Olar, səbr edirsən mən gözəl Hani qardaşım. göz, əlbəttə ki. Maraqlıdır. Çox maraqlı. Orada elə Azərşığın işi. Azərşığın hə, Azərşığın tap yazır özü işıqlı. Yeki də boks işləyir orada. Söndürüb elə maaş al. Burada qal. Hadi. Necəsən? Yaxşıyam. Tarık surəsindən xəbər yoxdur. Tarık'ın nə qədər bir travma olduğundan xəbəri yoxdur. Tarık İşte sən girsin. mən Hə. surəsi 49-da. Baxaq Nəcm surəsi 49-a. Zəhmət deyilsin. Baxaq. Hə, Nəcm surəsi. Nəcm surəsi 49 qardaşım. Baxır bu dəqiqə. Baxıram bu dəqiqə. Narahat olma. Top 7-də axtarır. Tap cürət edilə. Yoldan çıxardırsan məsələn mənim qardaşım. Axır ki düzgün yola gələcəksən. İnanıram ki sən düzgün yola gələcəksən. Özün harda qalırsan mənim gözəl qardaşım? Bilmək olarmı? Papua yeni gibi Azərbaycanda niyə? qalırsan. Nə? Çox gözəl, çox gözəl. Fəlsəfi kitablar oxuyursan. Arxanda gördüyün kimi. Ən sevdiyin kitab hansıdır bilmək olar? Olar. Atatürk'ün Nutuk kitabı. Çox gözəl. Cavab verirsən bu suala. Özün oxudun mən gözəl qardaşım. Ayət götür. Bəli. Şübhəsiz ki şiir ulduzunun Rəbbi odur. Ne var burada? Dünyaya ən Görürsən. yaxın ulduz qardaşım, Sirius ulduzu. Əminsən? Bəli. Nəcm surəsinin 49-cu Dünyaya en ayəsində yakın mən- ulduz hansı ulduzdur? Dünyaya ən yaxın ulduz deyilənə görə Sirius ulduzudur mənim gözəl qardaşım. Bəlkə Günəşdir. Mənim qardaşım. Yo. Yox. Özün bir də araşdır bax. Məncə yox. Çatdan soruşda 2000 nəfər var çatda. En azından bir orta məktəb oxumuşlar vardır. Soruş da bir. Qardaş. Maşallah, hamı günəş yazır. Düppədüz. Ne Akşam oldu? xeyir olsun. Akşam Hər vaxt xeyir olsun. olsun. Hoş geldin. Elik, sənin bu məsələvə mən bir 5 il bundan qabaq cavab vermişəm. Bəli, bu. Birincisi Sirius ulduzu, yəni bütün o dövrün ən belə qədim dövrün münəccimləri belə gözlə görünən bir ulduzdur, izləyiblər. Və ona da elə o vaxtda Sirius ulduzu adı qoyulub. Müxtəlif belə deyim də adlarda deformasiyalar ola bilər. Bir Shiva ulduzu adı da verilib, nə, amma görünən ulduzda. Sən bilirsən nədən danışırsan? Bax, təsəvvür elə aydan danışırsan, deyirsən ki, o vaxtda nətər biliblər ay var. Bax, eyni sənin sualın həmən şeydir. Yəni bu görünən ulduzdur, dünyaya ən yaxın ulduzdur, ən böyük belə deyim də. Dünyaya en yakın ulduz değil ha yoldaşlar. Azər abi dünyaya yakın ulduz Güneşdir. İndi yox, bildim, başa düşdüm. Ümumiyyətlə Günəş başqa bir şeydir. Günəş Ulduz başqa ulduz olaraq da ən kiçik ulduzdur və ən yaxın ulduzdur. O heç, o başqa məsələ. Amma insanların dilindəki ulduz məsələsi ki var, Günəş axı böyükdür, böyük görsənir. Bunlar heç bilmirdilər ki, məsələn Günəş ulduzdur. Amma yəni ulduzlar o cıqqılı o sizin dininizdə Gəlirəm Azər abi, mən 2 dəqiqə. Aha, tamam. Şeytana atılmış o daşlar ki var, sizin elminizlə, nə bilim Quranınızla nətər bunu uzlaşdırırsınız, heç bundan danışmırsınız ki, şeytana atılmış daşlar ola bilməz axı bu ulduz. Həmən ulduzlardan ən irisi, gözlə görünən ən irisi münəccimlər tərəfindən zaten seyr edilirdi. O vaxt münəccimlər bu ulduzların quruluşundan
cürbəcür fallar yaradır. Azər qardaşım, deyirlər ki, mənim gözəl qardaşım, deyilənə görə 2012-ci ildə Sirius ulduzu tapılıb. Amma halbuki 2004 il bundan əvvəl yazılmışdı. Başa düşmədim. O ulduz itmişdi, tapdılar onu. Yox, o məndə deyil. Əziz qardaş, boş-boş məlumatdır. Bax, Yox, sən bir də özün dostların bir axtar, məlumatına qulaq axtara assaq. bilərsən, mənim gözəl qardaşım. Özün də bir də axtar. 2012-ci ildə dəlili verilib də mənim qardaşım. Halbuki 2004 il bundan əvvəl Quran verilib? Qardaş, sən bax bir dəqiqə qulaq as. Sən Buyur. ağıllı başlı adama oxşursan. Nətər yəni 2012-ci ildə ulduz tapılıb? Ulduz itmişdi bəyəm tapıldı? tapılmayıb mənim gözəl qardaşım. Amma dəlili verilib də mənim qardaşım. Amma Nəyin deyirlər dəlili ki, verilib, qardaş? Nəyin ulduz dəlili haqqında. verilib? Ha qardaş, başına dönün, milyar dillərdir. Bəli. O bax, milyar dillərdir. O ulduzlar Bəli. yerindədir. Ordadır. Bu bir. İkincisi, bax yenə izah edirəm, anlamırsan. Buyur. Bax təsəvvür elə, ay haqqında danışırsan. Ay orada olub da. Hətta peyğəmbər də ayı ikiyə bölüb. Bilirəm mənim qardaşım, orada olmağını bilirəm. Amma deyirlər ki, deyilənə görə. Deyir 2012-ci ildə sübut tapılıb ki, həqiqətən də ulduz ordadır. Bəs ona deyirəm də mən gözəl qardaşım. Başına harda olmalı idi ki? Mən onu soruşuram da səndən mən gözəl qardaşım. Deyirəm halbuki dil yazılıb bax. Mən də izah edirəm də, özün öz bax hər kəsin dediyini qoy bir kənara. Özün öz ağlını işlə. Bəli. Günəş yerində idi də, düzdür? Bəli. Ay da yerində idi də, düzdür? Bəli. Ulduzlar da yerində idi də, düzdür? Bəli. Vəssalam da nəyi tapıblar ki bunlar? Mən oxuduğuma görə mənim gözəl qardaşım Azər. Mən oxumuşdum onu. Deyirdilər ki 2012-ci ildə. Elif bax, əziz Bəli. qardaş. Mən də sənə deyim ki, bax, bu dindoşların bu dində elədiyi avtoşluğu heç Bəli. avtorallərdə eləyə bilmirlər. Ona görə bunların videoları həqiqətən də sizi çox ciddi belə Dindar deyiləm, cəhalətə mən sürükləyir. Siz əgər dində bir şey, Quranda bir möcüzə axtarmaq istəyirsinizsə, ən böyük möcüzə odur ki, deyir ulduzlar şeytana atılmış daşlardır. Və belə deyim, dünyaya sizin üçün ən yaxın qatda bəzədik. Səncə bütün ulduzlar bir qatdadır? Yox. Və yaxud da ki, sənə görə süd nəcislə qanın arasından gəlir? Belə şeylərdən yapışın ey qardaşım. Bu ay Sirius'un adını tapıblar. Ay ulduzu. Ulduz bəyəm itmişdi ki onu tapsınlar. Ulduz oradaydı da. Yenə deyirəm, müəccimlər ulduzlardan hoqqa verirdilər. Bu qədər. Təşəkkür edirəm. Sağ olun. Başka bir şey var Elif kardeş. Kardeş. Yox. Bu qədər. Çox sağ ol. Təşəkkür edirəm. Bak Sağ yalnız olasın. kurt yazı ki dünya düzdür yoksa küre. Dünya tam olarak kvadrattır uşaklar. Kimse salladanmasın. Vügar abi hoş geldin. Ne desen? Ne var ne yok? Vay hoş gördük. Koşulmuşam sen de ben elimde burada. Ay, Bəli, hoş geldiniz. Akşamınız xeyir olsun hamınız. Salam Akşamınız deyirəm. xeyir. Hoş gelmişsiniz. Burada həyətdə şey deyirdim. Birdən aniden görüp Vüqar abi deyəndə baxdım gözümü gördüm burada. Çox Ha, xoşdur yəni. hər zaman dinləmək, vaxtınızı almaq istəmirəm. Bağırma basıram. Yaxşı ki varsınız. Sağ ol əziz qardaşım. Teşekkürler. Çok sağ olun. Azər Çok sağ olun. qardaşıma Teşekkürler. da Azər qardaşıma da xüsusi belə sevgilər, sayğılar. Alan, Sağ ol qardaş. Teşekkürler. Sağ olun. bax, indi siz inanmırsınız, ateistsiniz, onun mənə dəxli yoxdur. Yəni sizin nəyi təbliğ etdiyinizin ümumiyyətlə. Amma Aha. ora bir yazı yazmısınız, o düzgün deyil, insanların həssas, yəni tərəfinə toxunusuz. Tam Allah olarak yox, harasına toxunuram əzizim. həssas tərəfinə toxunusuz. Haradır o həssas tərəf haradır? Mən bildiyim insanda həssas yerlər bəllidir anatomik olarak. Mənəvi baxımdan insanların inancına toxunusuz. Yəni Allah yoxdur yazmaqda. Hə, varsa isbat eləməlisən axı. Mən deyirəm var, siz olmadığını necə sübut eləyə bilərsiniz? Deyim də sən hansı əsasla, tövhid əsasına görə deyirsən var. Mən
oxuduğum Quran kitabına əsasən, hədislərə əsasən, dünyanın quruluşuna əsasən deyilən var. Nətə Ümumi olaraq qurulur? öyrənmək istəyir və s. insanın. Yəni dünyada bu tarazlığın olması məncə təsadüfi deyil. Hansı tarazlığı nizamı deyirsən? Bəli, insanlar rahat şəkildə yaşayırlar. Yəni təbiət, yəni bu qədər nizamı Hə. sizə təsadüf ola bilər. Yəni səhər günəşin çıxması məsələn. Sən nə qədər kainat görmüsən ki, kainatda nizam olduğunu deyirsən? Mən gördüyüm kainatdan danışıram indi. Başqa bir kainat ya da kainatın yaradılışını, sən dediyin yaratma figurasiyasını müşahidə eləmsən? Yəni necə yəni müşahidə eləmsən? Müşahidə nə? Kainatın necə müşahidə elədin ki, bu bir möhtəşəm bir nizamdan yaradıldı? İzah edə bilərsən bizə? Necə müşahidə elədim? Ətrafımıza Yox, sən- baxmaq kifayət. Qardaş, ətrafa baxarsa, gedim sən atsalar Marsa, sən ətrafa baxanda sən işi görənmirsən. Deyirsən bu malayın mıxına kim atıb mənə? Başa düşdün onun başını bura. Gör nə deyirəm? Sən Marsda deyə bilərsən ki, hər şey möhtəşəmdir mənim üçün. Marsda? Hı. Marsa məncə insanlar hələ çıxmayıb, o yalan məlumatdır. Mən demirəm insan çıxıb, kimsə çıxıb çıxmayıb. Sənin Marsa qoysalar sən orada rahat deyə biləcəksən ki, burada gör nə qəşəng möhtəşəm bir dünya var. Bəli, niyə demirəm ki? Marsda deyəsən bunu. İnsan müsbət tərəf. Bəli, o planetlər yaradılıbsa deməli bir yaradıcı. Bunu deyə biləcək vaxtın belə olmayacaq, çünki ölmüş olasan. Xəbərin var? Belə bir sual verim. Əgər siz deyirsiniz, bax Allah yoxdur. Əgər olmadığını bilirsinizsə, nəyə görə bu qədər müzakirəyə qoyursunuz? Yəni Onu görə müzakirə aparıram ki, sən İrandan oradan gələn agenturaya ağam paşam deməyəsən də, ölkə satmayasan. Məsəl üçün deyirəm, amma sən elə çıxır ki, Allaha inananlar məsələn onda İrana bağlıdır. Bu nə? Hamısı yox. Təfəkkürü deyim də sən mənə izah edə bilərsən Xumustam olaraq nədir, kimə göndərilir? Xeyr, izah eləyə bilmərəm. Sən mənə deyə bilərsən bir Azərbaycan vətəndaşı niyə Xameneydən aldığı əmrlə burada nəsə eləməyə çalışmalıdır? Burada heç kim təxribat törətməyə çalışmır. Yəni hamımız dövlətimizə bağlıyıq. Yəni məntiqlə yaxşı deyirsən, belə də olmalıdır. Belə də olmalıdır. Sən mənə deyə bilərsən sənin üçün müştəhid kimdir və müştəhid dediyin adamlar kimlərdir? Mən Seyyid Əli Sistaniyə təqlid edirəm. Tamam. O zaman sən təqlid və yalancı çıxmış bir mürtədsən. Denən niyə? Niyə? Çünki Sistani cihad fəstivası vermişdi İran-İsrail müharibəsində. Niyə getmədin? Sən də qurtulardın bizdə. Nəyə görə getməli idim? Yəni Ay sor. Deməli Sistani sözlər sənin üçün heç nədir. Ona görə niyə ağam paşam? Sistani ağa deməyi sənə vadir eləyən nədir? Sistani cihad fətvası verməmişdi. İraqda fətva vermişdi. İraqdakı müsəlmanlara, İrandakı müsəlmanlara. Sən birincisi fətva vermişdi, sən xəbərin yoxdur. İkincisi bu Sistanin sən soruşmaq ayıb olmasın. Amerikalılar İraqı işğal eləyəndə bu Sistani niyə şiələrə döyüşməmə əmri vermişdi? 200 milyon dollar qarşılığında. Yox, Amerikan istihbarat sənədlərində var, boş-boş danışma. Siz mənfi bir insan olduğunu deyirsiniz. O zaman mənfi deyil, daha betəri var, hələ tələsmə. Siz Allahı niyə inkar edirsiniz? Onu yazmışsınız. Sakin, indi orada gələcək. Hüquq dərsi soşla işin, Sistani işin bitirək ondan sonra. Bax, gözəl qardaş, yaxşı deyirsən, öyrənməyə çalışırsan, sonra gedəcək. Biz öyrənməyə gələnlərə etiraz eləməyik. Bax, bu Sistani də bilirsən də. Bax, Sistani rəsmi saytıdır bu, sistani.org. Bax, Sistaninin nikah fətvaları. Qoyduğunuz yazınızı eləməz, mənə başqa yerə keçdiniz. Gəlirəm, ora qoy Sistani ilə işi bitirək gəlirəm. Fətvalar kitabı. Ehtiyat Minca Əl-Salihin. Daha betəri var, nə danışsan sən səbirli ol. 8-ci məsələ bilsən nə deyir? 8-ci məsələ deyir ki, İslam şəriətində İslam qanunlarına görə 9 yaşda çatmamış bir arvadla istər daimi olsun, istər müvəqqəti cinsel əlaqədə olmaq icazəli deyildir. Əgər onu filan şeylər eləyib zədələməzsə, heç bir problem yoxdur. Sən mənə izah eləyə bilərsən, Sistani sən belə bir şey niyə icazə verib? İcazə verməyib. İndi kimsə saxta bir fətvanı gətiribsə. Saxta bir fətvadır bu. Sistaninin öz saytı deyə bu. Mən sizin müşahidə edirəm. Yəni siz Sistani ilə o Əhsab 37-dən başqa bir dəlil tapa bilmirsiniz. Yəni inanmadığınız. Dəlil istəyirsən, Tanrı varlığına dair ya da yoxluğuna dair dəlil istəyirsən?
Bəli, mən dəlil olsa bilirəm dəlilin olduğunu. Siz yəni nəyə görə o yazını yazmısınız? Sadəcə Tamam. yazdığınız yazı mənə maraqlıdır. Tamam. Tamam, mənə deyən görək. Söhbət hansı Allahdan gedir? Mən Allah deyəndə 5000 lira tərifə əhatə edirəm və gələn şəxsin müstəqil şəkildə subyektiv tərif verməsi ilə bağlı olan bütün Bir Allah. arqumentasiyaları kontrargumentlər rədd edirəm. Zəhmət olmasa mənə Allah dediyin şey tam olaraq nədir? Tanıt, atributların ver, Bir referentin ver, Allahdan gedir. epistemolojik təməllərin ver. Hər bir kəsin inanc azadlığı var, amma müəyyən çərçivədə o demək deyil ki, sən başqasının inancı. Sən söhbəti başqa yerə fırlatma. Mən konstitusiyanı da bilirəm, Fırlatmıram. konstitusiyanın müddəalarını da bilirəm. Zəhmət olmasa mənə sualıma cavab ver. Allah dediyin tam olaraq nədir? Hansı semantik tərifə sahibdir? Hansı atributlara sahibdir? Hansı etiketlərə sahibdir? Referenti nədir? Qəbul və təqzim meyarları nədir? Ontoloji kriteriyaları nədir? Sən akademik söhbət etmək Qardaş, istəyirdin. Buyur. ölkə əhalisinin 90%-i müsəlmandır, Allaha Mənə deyirəm nə deyir? A, başa düşdüm, verdiyim suala cavab ver. Sualı təkrar verin. Siz sualı belə qoymusunuz, qəsdən elmi baxımdan qoymusunuz. Mən də o alim deyiləm, yəni mən universitet bitirməmişəm. Allah dediyin şey tam olaraq nədir? Hansı semantik tərifə sabitdir? Hansı referentə Allah sabitdir? Təqzim və qəbul. Gözlə də bir. Hə, Allah bütün bəşər İxlas surəsi mən öyrədim sənə. Başın işləmirsə. Bilirəm, Görlə deyirəm, İxlas deyirəm ki. surəsi. Hə, referenti nədir? Semantik tərifi nədir Allahın? Oradan başla. Bir gedə yoxsa topası ilə cavab verəməyəsən. Allah bütün kainatın yaratıcısı. Canım. O etiketdir. Sən keyfə görə etiket yapışdıra bilməzsən. Hardan bildin? Müşahidə elədinmi yaratdığını? Yaratdığı şeylərin içində empirik dəlillər tapdınmı? Epistemoloji sütunları qurdunmu? Məntiqi çıxarış əldə elədinmi? Bax görürsüz, qəsdən yenə də elmi sözlərdən istifadə. Ayvdət. Salamat. Biləndə gəl, mən nairəm. Ged oxu da. Cəllabadlı qardaş, buyur, xoş gəlmisən. Aycan. Baba 085. Aşıqdır. Nə kim aşıqdır o? O aşağıda kişi hesablar var, 3-4 dənə. Zəhra aşıqı, nə bilim mən şey, o birisinin adı nə idi? Fatimə aşıqı, Fatma aşıqı. Onu dəyişdirin, inşallah o yaxşı deyil. Cəmaatın arvadına aşıq olmazlar qardaş. Dəyişdirin onu. Baba buyur, xoş gəlmisən. Biabır olasınız sizi. Təbii var nə yox. Sağ ol dostum, sən necəsən? Vəziyyətsiz. Sağ ol, çox sağ ol. Tanıdın? Yox. Can sağ olsun. Bu savadsızlar niyə qalxır bura danışa da bilmir, tükür qaçır? Bildimi mən nağarım əzizim, qalxır da mən ovucumun için yanmamışam. Nağarım qaldırma da qardaşım. Bilsən ki, Yox, səni qaldırdım. Yadında dedim hep də əgər Allah varsa günahlarım sənin boynuna, yoxdursa günahlar mənim boynuma. Nə istəyirsən, gedək bərzəxdəki lobiya şaxında mənə kitləmirsən, getmirsən də, da sən rahatdır, sən suyun qızın vurdu. Sən qadınlarım, sən qardaşsan. Valla mən sən xətrini çox istəyirəm. Burada da demək istəyirəm ki, 2000 nəfərə. Başımız çıxır, dirəşə bilərsiniz kişi ilə, söhbət eləyə bilərsiniz, çıxır. Eləyə bilməyəsiniz, nə işiniz var orada? Sağ ol, Nə kişinin təşəkkürlər. yorun, nə də bizi öpürəm özündən müğayət ol. Sağ ol. Hə. Gələ bir dənə fəlsəfə bilən birisi oturasan, 45 dəqiqə söhbət edəsən. Hə, hazır abi. Qoşan var ki, buyur gəl. Buyur gəl. Bax, 3 nəfər var. Qəbələdə nə var, nə yox? Yaxşılıq. Hər şey var, meyvə yoxdur. Don şey vurdu, dolu vurdansın. Emin buyurun, xoş gəlmisiniz. Salamünaleyküm. Mələkü. Qardaş, elə bayaqdan qovşanlara baxıram. Heç birinə Quran oxumayıb, eləməyib. Bu arada mən dindar deyiləm, ayindən deyil. Mədrəsə açacağam, ey qardaş, mən biznesimə girməm. Söhbətdə bağlı, dərhal bağlı. Bir sən nə sual vermək istəyirdim, ayda. Buyur. Bu yuxu haqqında nə fikirləşsən?
Hipotalamusda Elm baş nədir bu? verən neyronların transmitterlərə difuziyası nəticəsində olan kimyasal reaksiyonlara sabitlənmiş bir mexanizmadır. Bildim. Yox, onu demirəm. Bu yuxuda gələcəyi görmək. Yuxuda gələcəyi görə bilməzsən. Görülmüş milyonlarla yuxudan biri üst-üstə düşə bilər. Amma geri qalan dediyin şey, mən bunu nə vaxtsa yaşamışam dediyin şey tam olaraq tecavüzsə, beyin yarımkürələri arasındakı algı gecikməsi ilə bağlıdır bu. Yəni tamamilə bu bioloji faktorlar bağlıdır. Hə, aydındır. Bir də qardaş, bunu da deyim. Bayaqçı qardaşa sözünü dəstəkləyim. Bu Quran oxuyan ümumiyyətlə dindən çıxır. Özüm başıma gəlib deyənə deyirəm. Anlayıram. Siz öz axıra kimi oxumusunuz Quranı? Mən Quran oxumamışdım ateist olanda. Aydın. Bəs fəlsəfədən nə deyə bilərsiniz? Hansı fəlsəfədən? Epistemologiyadan, ontologiyadan, etik fəlsəfədən, İnsan əxlaq yaradılışından. fəlsəfəsindən. İnsan yaradılışı. İnsan yaradılışı fəlsəfi bir məsələ deyil, bioloji bir məsələdir. Yox, məna cəhətdən deyirəm. Məntiq. Məna cəhətdən deyəndə ki, bunun empirik əsasları var axı, epistemoloji əsasları var. Yəni konkret dəlillər var. Yox, mən yaranmaq mən fiziki cəhətdən demədim. Yəni yaşamağın Əzim, mənası insan nədir? varlığı, yaşamağın mənası mən sənə deyə bilmərəm. Çünki sən öz həyatına özün məna qatmalısan. Doğulanda səndən soruşub doğmadıqlarına görə ya da dünyaya gətirmədiklərinə görə məqsəd və mənanı sən özün təyin etməlisən. Həyatı var. Aydın. Mən bu niyyətdən və bu mənadan ötəri yaşayıram. Mən bundan ötəri yaşayıram və ya bundan ötəri yaşayacağım kimi mənaları insan həyatına özü tətbiq edir. Hə, başa düşdüm. Burası bir dənə razı olmadığım yer nədir? Bu İbn Yuxunu mən araşdırmışam. O sizdən tamamlı razıyam ha, bütün hər mənada. İbn bu yuxuda qalmışam. Mən də qəbul edirəm bu tanrını, nə bilim dinləri. Məsəl üçün yuxuda o araşdırmışam. Gələcəyi görənlər, eləyənlər, yəni faktdır. O faktlar necə ifadə edir? Mənə bir dənə gələcəyi görüb, yuxuda görüb həm də Bitcoin-ə yatırım edən bir adam göstər. Yox, siz mən deyən başa düşmədiniz. Başa düşdüm tam olaraq. Zəhmət olmasa mənə deyin ki, kimsə yuxuda görüb ki, qızıl qalxacaq ya da Bitcoin qalxacaq ya da Microsoft'un nə olacaq, səhmləri qalxacaq. Kim görüb bunu yuxusunda? Mən məsəl üçün başıma gələcək bir hadisəni görmüşəm. Məsələn, Nətə yana məsələn? Məsələn deyirəm. Hansı Yəni hadisə? misal dedim ki, mən görmüşəm. misaldır söhbəti deyil də əzizim, yuxuda görə bilirsən, sən hesablı kitablı gör getsin də. Başqa bir şey var qardaşım. Heç nə qardaş, heç nə. Yox, sadəcə olaraq sən qəbul eləmirsən, mən dedim bana həqiqətdir yəni. Mən həqiqətdir, sənin üçün həqiqətdir. Yuxuda gələcəyi görmək demirəm, istəyəndə görürsən. Deyirəm ki, bundan hamısı təsadüf olanmaz da. Nə qədər görürsən ki, sən hər gün yuxuda gördüyün şeylər hər gün baş verir. Sən yox, sən yenə mənə başa düşmək istəmirsən, nəsə bu son sözüm. Əzizim, başım bıraq, sözü dinlə. Hə, buyur. Bir dənə bir söz deyim, qızıl bir qayda deyim sənə yuxu haqqında. Sən heç vaxt həyatda, kinoda, teatrda, orada, burada görmədiyin bir şeyi görə bilməzsən yuxuda. Ona görə də gələcəyi də görə bilməzsən. Tutaq ki, gələcəkdə sənin heç vaxt görmədiyin bir insanla görüşürsənsə, sən bunu yuxuda görə bilməzsən. Bu mümkün olan bir şey. Aydındır, başa düşdüm. Yaxşı. Oldu, sağ olun. Buenas noches. Bonsoir, ça va? Ça ira? Ça va? Ça va bien? Bien, ou toi? Ça va, toi? Bien, très bien. Buyur. Quoi d'autre? Yaxşı, hər vaxtınız xeyir, hər Hər vaxtınız vaxtınız xeyir xeyir. olsun. Belə başlayaq. Deməli, belə bilmək istərdim, bir-iki məsələni dəqiqləşdirmək istərdim. Misal üçün, tanıdığım ateist şəxslər var. Bəzən olur da, indi onların yaxınları dünyasını dəyişir. Belə olduğu halda onlara necə başsağlığı vermək lazımdır ümumiyyətlə? Bu din Başın sağ olsun. verəndə Allah rəhmət eləsin deyirsən. Başın sağ olsun. Başın sağ olsun deyəndə olur da. Kifayətdir. Kifayət edir. Başınız sağ olsun, aydındır. Aydın. Bir də sizinlə bağlı burada indi yayınınızı bu izləyirəm. Burada
bilmirəm indi doğrudur, səhvdir, sadəcə sizdən eşitmək istəyərdim. O bir şəxs barənizdə bildirilmişdi ki, sizlə cəbhət aparanda ki, bəs siz yahudisiniz, sinagoqa gedirsiniz. Bu nə qədər doğrudur yəni? Yoxsa bu böhtandır? Birincisi mən kilsəyə də gedirəm, sinagoqa da gedirəm. Aydildir bir dəfə. Dekorasiyası xoşuma gəlir və ya ümumiyyətlə gedirəm də. Buna bağlı video da paylaşıram, şəkildə paylaşıram. Amma soruşan yoxdur ki, niyə kilsəyə gedəndə xristiansan demirlər, sinagoqa gedəndə yahudsan deyirlər. İkincisi, ümumiyyətlə yahudi olmaq niyə bir problemdir? Yox, yahudi deyiləm bu arada, türkəm. Aydındır. Mən üçün ümumiyyətlə, mən kifayət qədər belə deyim də, tolerantdır, amma mənim üçün fərqi yoxdur. Bir də ermənilərlə problem var, o başqa məsələdir. Bu ciddi bir problemdir axı. Aydındır. Ya sənin üçün demirəm ha. Nəyə nəzərdə tutub ciddi problem deyirsiniz? Bir topluluq niyə hər hansı bir milləti bir şey kimi görməlidir ki? O millətin o şeylə, topluluqla problemi yoxdursa. Nə bilim. Belə deyək də, propagandanın təsiridir. Çox Yuyulmuş beyinlərin təsiri. propagandanın təsiri. Yuyulmuş beyinlərin. Nə dedim, elə dedim. Məscidə yox, skuter. Məscidə gedəmirəm, çünki məscidə sizin vətəndaşlar, sizin inanclar məscidə buraxmırlar. Və məscidə bəlli bir təzyiq göstərirlər ki, sən nə bilim dəstəmaz almalısan, filan şey eləməlisən. Anladın? Məncə bunu siz özünüzdə sorğulamalısınız. Çünki kilsəyə də rahat girib çıxmaq olur, sinagoqa da rahat girib çıxmaq olur, Şiva məbədinə də rahat girib çıxmaq olur, ateşgahlara da rahat girib çıxmaq olur. Anladın? Başka bir şey var kardeş. Yok yok senden değilim. Çetinle. Var. Buyur. Ha, bir dənə də sual olacaq. Bir dənə deyəndə 2 dənə ola bilər olsun. O verilişinizə baxanda orada nəyinə əlaqələndirə bilərsiniz? Bu əsasən də dindar şəxslərin, özlərini dindar kimi qələmə verən şəxslərin söyüş söymələrini, söyüş yazmalarını, bu nəyinə əlaqələndirirsiniz? Yetersizlikləri ilə. Kontrargumentdən olmaz. Kimlik və şəxsiyyət yetersizliyi ilə özünü sübut etmə. Çünki əlində başqa bildiyi, bilgi, material, məlumat, argumentasiya yoxdur. Özünü belə sübut eləməyə çalışan bambılılardan ibarət bir sürü var. Bir qism. Bax deyim də sənə, adam işsiz gücsüz gedir oturur çayçıda, axşam gəlir dədəsinin aldığı, dədəsinin pulunu verdiyi Wi-Fi ilə özünü bir şeylərdə sübut eləməyə çalışır. Çünki həyatda bacardığı hiçbir şey yoxdur. Yüksək bir ego tətmini. Başka bir şey var az. Mövqe aydındır. Var bir fikrimi bildirmək istəyirəm, bir məsələ var. Suallarımı verin, bir fikir bildirəcəm. Yanımızda tez-tez Azərbaycan türkçəsi deyirsiniz. Elə bir ifadə işlədirsiniz. Yəqin ki bilirsiniz, yəni ki danmasınız, yəni bu ifadədən istifadə edirsiniz Azərbaycan türkçəsi. Hər bir halda sizin yaşam tərzinizi nəzərə alsaq, hüquqi dövlətin bir tərəfdarısınız da, düzdür? Biz hüquqi dövlətik. Düzdür yəni. Yəni siz yəqin ki etatistsiniz hər bir halda. Mən misal üçün etatistəm, siz də çox güman ki etatistsiniz. Buyur. Yəni Azərbaycan türkçəsi ümumiyyətlə mən onu belə deyək də hüquqi cəhətdən konkret olaraq qüsurlu hesab edirəm. Çünki özünüz gözəl bilirsiniz, konstitusiyanı yəqin ki oxumusunuz, oxumamış olmazsınız. Orada Azərbaycan dili qeyd olunub. Yəni ona görə yəni düzdür, əlbəttə ki sizin öz seçiminiz var. Məsələ seçim deyil, Azərbaycan dili hansı dil ailəsinin mənsubudur? Altay dil ailəsinə, lap belə kökünə getsək, Altay dil ailəsidir. Özünüz gözəl bilirsiniz bunu. Tamam. Bəli. Ona görə yəni 90'lardan əvvəl də Azərbaycan dili deyə özəl bir dil qrupu yox idi ki, türk dili qrupu var idi, türk dili var idi. Yox, gəlin belə deyək də, əgər 90'larda əvvəl biz 1978-ci il konstitusiyasına baxsaq, Azərbaycan SSR, orada Azərbaycan dili keçir, bilmək istəsə də. Yəni mən hüquqi sənədləri istinad edirəm. Baxa bilərsiniz 1978-ci il. Sovetlər Birliyinin tərkibinə keçdiyimizdə Xeyr, 1970-də Azərbaycanda səhv eləmirəmsə Sovetlər Azərbaycanda Sovetlərdən neçənci ilə qədər türk dili yazılırdı, sonra birdən-bir Azərbaycan dili olası oldu. Presiyaya qədər 30'lar. 36'dır mən səhv eləmirəmsə, 36'dır. Amma nə yazılıb, nə deyilib artıq o vacib deyil.
vacib olan bugünkü hüquqi sənədlərdir. Mənim Azərbaycan dilinin Azərbaycan Vacib- türkçəsi deməyim Elmlər Akademiyasının statusu ilə sabitdir. Əgər hüquqi prosedur olaraq hüquqi bir xəta yaratdığını düşünürsünüzsə, Konstitusiyanın 47-ci maddəsi ilə də bu sabitdir. Söz azadlığı və fikir azadlığı. Yox, o belə deyək 47-ci maddə aydındır ki, söz və ifadə azadlığı məsələsi var, aydındır. Lakin konstitusiyanın da dəyişdirilməyəcək 21-ci maddəsi var. 21-ci maddəsinin 1-ci hissəsi. Orada baxa Nə bilərsiniz. bilirsə Mən dəyişdirilməyəcək. qeyd edirəm ki, ümumiyyətlə çünki qeyd olunub ki, bu maddələr dəyişdirilə bilməz. Baxa bilərsiniz. Yenə də referendum olsa dəyişdirilə bilər. Hansı maddələr dəyişdirilir? Qardaş, bayrağın birinci Referendum rənginə olsa- baxsan bilərsən də, indi ehtiyac yoxdur axı əlavə detallara. O başqa yox, o siz bayrağın rənginə baxırsınızsa, dövlət bayrağı haqqında konstitusiya qanunu var. Konstitusiya qanununda dövlət bayrağının rəngləri ilə bağlı açıqlama verilməyib. Göy nə bildirir, qırmızı nə bildirir, yaşıl nə bildirir? Kifayət qədər açıqlama verilib. Əzizim, mövzunun finalı nədir? Onu denən də mənə. Qeyri-hüquqi yox, o müəllimin, o yoldaşım bilən deyim, fikrimi bitirəm. Onu bildiyimiz zaten görək birbaşa Yəni türkçülüyü açıqlamalar təmsil edir. Bu da bilinən bir şeydir. Yoldaş, O Ay qeyri yoldaş. o qeyri-hüquqi sənədlərdə elədir. Qeyri-hüquqi. başa düşdüm əzizim. Bir finalı denən görək də. Hə. Final denən də, yəni mövzu nədir ki burada? Dedim ki, yəni əgər hüquqi dövlət tərəfdarısınızsa, özünüzü etatist kimi təqdim edirsinizsə, onda sadəcə yenə deyirəm, Azərbaycan konstitusiyasına hörmətlə yanaşmağınızı 21-ci maddənin 1-ci hissəsini bir də oxumağınızı məsləhət görürəm sizə. Uğurlar, sağ olun. Nəyi məsləhət görürsən dedin? 20-ci maddəni. 21-ci maddənin 1-ci hissəsi. Ümumiyyətlə əzizim, soruşmaq ayıb olmasın. Bu türk sözünə sizdə problem nədir ki? Türk sözünə qarşı bir məsələniz var. Ya bu türkçəyə qarşı nədir ki problem? Yox, məsələni başqa yerə yazmağa ehtiyac yoxdur. Nə yazılıb ki O orada? başqa məsələdir. Nə yazılıb orada? Mən isnad verdim də sizə, isnad verdim, baxa bilərsiniz. Azərbaycan dili, Azərbaycan türkçəsi də əzizim. Varsa bir etirazın hüquqi olaraq Konstitusiya məhkəməsinə müraciət edə bilərsən. Başqa bir şey var? Konstitusiya məhkəməsinə müraciət üçün belə bir əsas yoxdur, digər əsaslar var. Ümumiyyətlə Konstitusiya məhkəməsi haqqında qanunu açıq oxuyarsınız, Konstitusiya qanunu daha doğrusu. Orada qeyd olunub hansı əsaslarla Konstitusiya məhkəməsinə Asıl. Baş prokurorluğun da yerini bilirsən, adresini bilirsən və ya şikayət edə biləcəyin instansiyaların da yerini bilirsən. Bu Azərbaycan dili, Azərbaycan türkçəsidir. Altay dil ailəsinə mənsubdur. Bitti getdi. Kefin bilər. O başqa. Kefin bilər. 21-ci maddədən bir də oxumağınızı məsləhət görürəm. Uğurlar. Kefin bilər. Kefin bilər. Salamat. Üç qardaş, axşamınız xeyir. Axşamın xeyir əzizim. Qardaş, yayını bəyənirdim. Üzrsə gəldi şey olub. Amma yəni şey olsun deyə fürsətdir. Bu Azər qardaşa, sənə, Yusufa var, qardaş. Onlara sizə Yusuf çox bəy, sağ ol. təşəkkür edirəm. Minnətdaram ki, sizi kimi insanlar var bizim ölkədə. Çox sağ ol, Sizlə təşəkkür fəxr edirəm. edirik. Gecəniz xeyrə qalsın. Yaxşı ki Xeyrə varsınız. Sağ ol əzizim. Təşəkkürlər. Yo, bilmirəm kimdəsiz, amma böyük ehtimal türk adı bəlli klikləri narahat eləyir hər zaman. Kənan buyur, xoş gəlmisən. Salam aleykum, axşamınız xeyir olsun. Axşamın xeyir, gözəl insan. Necəsən, nə var, nə yox, Şevik? Sağ ol əzizim, çox sağ ol. Sən necəsən? Geçən dəfə sənə demişdim, sənə bu Savadovla özün bilsən də ən axırıncı dərəcən səfirlikdə ən yuxarı dərəcən prezident yanında köməkçi. Xanım məni götürməzlər, dost. Yox, mən bunu demişdim, nəsə, sən bilsən də bu Hə, Savadov. demişdin. Allah Taala hamıya bir dənə şey verir də, adını səndən. Nə verir? Bacarıq verir də, belə deyək, Aha. istedad verir. Allah Taala mənə də elə bir istedad verib ki, səndən Allah Taalavı yox hesab eləyim. Yox, onu prosta düzgün dəyərləndirmək lazımdır. Adam var, güləşçi olur, adam var. Hadi söhbəti fırlatma. İş təklif edirsənsə açıq ol. Nə söhbət fırladacağam, sən kimi... Yox. Mən iş təklif edirsənsə, nəmcüm eləmə. Denən sən falan işi təklif edirəm. Daha niyə gizlədirsən ki? Mən sənə iş təklif edəcəm. Elə danışsan, elə bir mən yuxarıda oturmuşam, sənə qəbul eləmək üçün sənə belə təklif Olmadı ki. Mən də düşündüm ki, sən milyonluq bir şirkət sahibisən, mənə şirkətdə müdür eləyəsən. Mən də elə düşündüm. Hə, yaxşı.
Yox, qulaq as, sənə bir dənə söz deyim. Hə. Allaha and olsun deyirəm. Bax, Qurana and olsun. Səndəki savad məndə olaydı. O bir dənə şey var idi. Toxa qarşı deyir, körə qarşı deyir. Səndəki bacarıq, səndəki aclıq məndə olaydı. Məndəki görmək səndə olaydı. Bax, belə bir dənə təsdiq. Olaydı da. Nə qaraqda. Yəni- Başqa bir şey var mı mənim qardaşım? Sən bu savadla var, harasa geyib çıxmaq şeyin var da sən yəni ki. Mən harasa geyib çıxıb hansısa bir şey geyib çıxmışam, sonra da ehtiyac olmayıb. Yaxşı mı qardaşım? Heç ehtiyac yox. Yoldaşlar, hesabı takip almayanlar takip alsın da 60k olaq. İlişib qalıq. Başqa bir şey var mənim qardaşım, Kənan qardaşım. Başım bıraxıyorum. Mən üçün belə hava xoşdur. Başqa bir şey sənə canımın sağlığı. Prosta bir iki dənə sual, bir iki dənə şey soruşmaq istəyərdim sənə. Soruş. Bu cənnət Mən bir dənə burada susa bilmirəm. Kənan, elə çevik Aycan, ən yaxşı Aycan yerdədir Azərbaycan. bir dəqiqə hal-hazırda. Kənan, qulaq as. O çıxmaq Buyur. deyirsən, elə ən şərəfli yerdədir, ən gözəl yerdədir. Yo, mən demirəm şərəfsiz yerdədir. Yo, mən onu demək istəmədim. Yo. Mən onu demək istəmədim. Mən demədim ki, Başa şərəfsiz. düşdün də, yəni Mən demək istəyirəm ən dedim, gözəl Azərbaycan. yerdədir deyil mi? Ən yüksək tribunadadır bu dəqiqə. Problem yoxdur. Hə, buyur. Mən sual. demədim ki, ən alçaq tribunadadır. Onu demək istəmədim. Düzdür yoxsa yox, Azər bəy? Mən demədim ki, aşağılamadım ki, onun oturduğu bu dəqiqə Aynen, stop. sən aşağılamadın, mən qaldırdım, mən yüksəltdim. Əl çək. Yəni o sözdən yapışma da. Demək istəyirəm ki, mən tərif elədim, mən yüksəltdim. Sən alçatmadın, düzdür. Əksinə sən də yüksəltdin. Mən də bir başqa cür yüksəltdim. Mən onu demək istəyirəm ki, yəni bu savadla bu yola bu Bildik, şeyə qardaş. dirənincə Başqa olmasa nələrdə ola bilərdi? Nə onu demək istəyirdim? Hədə o nələrdə dediyin şey elə bu bax bu dəqiqə hal-hazırda olduğu yerdə elə yüksəkdir. Allaha and olsun deyirəm, Qurana and olsun bu savadla bundan bəlkə də 5 qat yuxarıda ola bilər. Kənan qardaşım, çox uzatmayaq da. İstədiyim yerdəyəm, hər şey yaxşıdır. Bomba kimidir. Bəlkə mən heç istəmirəm yuxarıda olmağı. Bildim qardaşım, mən səfirlikdə nə işim var? Mən axutum yoxdur elə şeylərə. Söhbət ondan getmir, söhbət ondan get. Sən savadından gedir axı söhbət. Savad bu başqa şeylərdir. Səfirlikdə olmaq üçün siyasət akademiyası ya da siyasət böyük şeylər, fərqli şeylər oxumaq lazımdır. Mən mövzum da o şeylər. Ay qardaşım, hər ixtisasın, hər işin öz şeyi var, ixtisası var. Sən prosto beynivdə olanların %10% onlarda olsaydı tam başqa cür olardı. Məndən 80 qat olanlar var diplomatik işlərdə. Sən başın bırax onu. Hər öz şey var, mövzusu var. Sən nə edirsən bunu? Təşəkkürlər. Başqa bir şey yoxdur ki. Azər bəy mənə qoymadı sualımı verin. Ay qaqa, yekunlaşdıraq da, olar mı? Qadanalım. Yekunlaşdıraq, nə olar? Niyə olmur ki? Mən bir dənə bir dənə soruşmaq istəyirdim. Soruş. Bu cənnət cəhənnəm var ha, bir müsəlman olaraq. Yoxdur, yox, hə. Yox kimi qəbul etsən də səndən bir dənə söz soruşum. De. Bu axirətin bizim bu dünyada burada çəkdiyimiz əziyyətlər və yaxud da ki belə deyim də, etdiyimiz xidmətlər, bunun hamısının bir cavabı varmı yoxsa yox? Yoxdur. Vicdanı var görə yaşa. Bax, sənə bir dənə sir vereyim. Təsəvvür elə ki, bax, buraya çölə gedən səsi bağlayayım, sıxıntı o. Təsəvvür elə ki, getmirsən cənnətə. Düşmüsən də o cənnətə. Bax, burada belə bir şey yazılıb. Bunu verdilər sənə. O tərcümə elə bir də. Tərcümə, bax, onların ətrafında özlərinə məxsus sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar olacaq. Sən bu oğlanları niyyəsən, qardaş orada? Yo. Ya da bu oğlanlar səni niyyəcək. Öz düşüncənlə təqdim elə bana, qardaşım sən. Yaxşı, sən onu da təqdim elə bizə. Gözəl oğlanları niyyəsən sən? Onlar ətrafında xidmət işi... bu sən öz düşüncənlə pis yozub danışdın. Yozmuram, heç soruşam. Qorxuram da, qardaş, qorxuram. Təsəvvür elə ki, neçə yaşın var sənin? Mənə 40 yaş, 39 40 yaş. Deyək ki, 60 yaş sən ortalama ömür. 60 il qoruduğun şeyi alsalar bəs orada səndən nə olacaq? Almasalar nə olacaq? Birdən aldılar da, bax, sədəf içində gözəl oğlanlar nə işə Amma yaradı? birdən almadılar, yəni öz şeyimə görə birdən almadılar. Birdən olmadı söhbəti deyil, axı orada elə yazılıb. Nə yazılıb?
Yazılıb ki, sədəf içində gizlədilmiş oğlanlar, inci kimi gözəl oğlanlar verəcəklər. Özdə niyə sədəf içində gizlədilmiş? Bir yaxın dostum mənə bir məsləhət vermişdi. Qulaq as. Bəlkə operativ şəkildə yoldan gələnlər var. Niyə gizlədirlər ki bunu? Yorğun olanlar var, yol yorğun olanlar var. Ki, orada gözəl oğlanlar təqdim olunacaq. Düzdür yoxsa yox? Yox, bax orada iki dənə məsələ var. Birincisi, niyə gizlədilər? Gedən kimi versin də, bəlkə yoldan yorğun gələn var. Dərhal verməlidir. Hə, indi digər bir məsələ. Bax, mən getdim deyək ki, bir stəkan su verəcəklər, bir stəkan nə bilim mən ayran verəcəklər, necələr. Mən niyə sədəf içində gizlədilmiş gözəl oğlanlardan almalıyam bunu? Bu kimi maraqlandıracaq bir anlayışdır? Qardaş, o sənin gözəl dediyin, bugünkü gündə o adlarını çəkmirəm. Onlardan getmir söhbət. O gözəl Ay qaqa, o... bax, bir də oxu bir dənə bunu. Sən məncə bir dənə oxu da. Gör nə yazılıb bura. Qoy gözlükləri taxın. Tax oxu bir dənə, tax oxu. Onların ətrafında xidmət üçün özlərinə məxsus olan sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar olur. İnci kimi gözəl oğlan. Nə cür bir oğlan olur qardaşım? Sən onu qardaş. Nə olar ki? Sən onu. Mən səndən şübhələnirəm. Bugünkü gündə real bu sosial Qardaşım, şəbəkələrdə... bugünkü realı başım bırak. İnci kimi gözəl oğlan nə cür? Ha, başım bırakın. Bildim də qardaşım, inci kimi gözəl oğlan nətər olur? İndi mən 60 yaşında öldüm, getdim, düşdüm cənnətə deyək ki. Mən 60 il qorudum şey alsınlar məndən. O inci kimi oğlan oğlanın qəlbinlə hesablanır. Sənin fikirləşdiyin... Yox, inci kimi gözəl oğlan yox. Bax, qulaq as. İnci kimi gözəl oğlan niyə bir kişi xeylağına verilməlidir? İnci kimi gözəl oğlan var, Quranın olsun, ateistlərin içində. Qəlbən bəlkə də inci kimi oğlan sən görsən sən. Qəlbən də öyle, görüntüsü inci kimi, sədəf içində gizlənmiş, inci kimi gözəl oğlanlar. Sən hər şeyi... Mən səndən... Yox, mən səndən şübhələnirəm. Mən səndən artıq şübhələnirəm. Qardaşım, sən əkstinsə meylisən. Nə qardaş? O nə danışıqdır, səndən şübhələnirəm. Yox, soruşuram da, mən bir də konkret cavab ver. Necə? Mənə də elə gəlir. Kişi kimi soruşuram səndən, əkstinsə meylisənsən. Əks günsə? Hə, əkstinsə meylisənsən. Oxşur səni bilən. Meyillidir. Cavab ver də. Əks cinsə kişi xeylağı meyilli olmalıdır. Elə danışsan ki. Sonradan ayıldı. Sonradan ayıldı. Düşmüşdün ha tələ. Düşmüşdün ha təkərə. Tələyə. Təkərə nə idi? Mən işəcəyərəm. Çevik, mən özüm bilsən ki... Bax, Kənan, sən ürəksən. Sən ürəksən. Mən narahat olmadı. Mən sənə deyirəm, ateistlər keçən dəfə də demişdim. Otursun, dursun. Allaha and olsun deyirəm, sənə kimi savadlı adamlar var deyə danışırlar. Sənə savadı var. İmenli çevik, sənə savadı var. Kənan, təşəkkür edirəm. Allah səni cənnətdə inci kimi gözəl oğlanlarla vaxt keçirtməyi qismət eləsin. İnci kimi gözəl oğlanlar bilsən nə deyir? Qulaq as. Nə deyirsən, niyyətinə qalıb bu. Allah səni, qulaq as da, qardaşım bir dənə qulaq as. Başa düşdüm da mən sən, bax qulaq as. Deyirəm ki, Allah səni cənnətdə inci kimi gözəl oğlanlarla vaxt keçirtməyə qismət eləsin. Amin denən bir dənə. İnci kimi gözəl olanlar bugünkü gündə sosial şəbəkələrdə... Mən bilmirəm, mən maraqlıdır. Allahın və kitabın niyyəti tam olaraq nədirsə, o olsun. Amin denən bir dənə. İnci kimi gözəl oğlanlar, o sənin bu dəqiqə var ha, sənin fikrindən, bu dəqiqə qələmə verdiyin oğlanlar sosial şəbəkələrdə... Başa düşdüm də mən qələmə vermirəm. Ay qaqaş, necə olur olsun. Ay qaqaş, bax, hörmətli izləyicilər, göstərirəm sizə. Yazıb ki, burada onların ətrafında özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. Mən də sənə deyirəm ki, Kənan, ayətdə yazdığı kimi, sən qulaq as da... Kənan, qulaq asmı sənə? Bildim, bax, qulaq as, qardaşım. Ay qaqaş, bir dənə qulaq as, səhmət olsun, bitirək də bu söhbət. Bax, ayət nə formada deyirsə, o formada deyəcəm. Kənan, Allah sənə, sənin ətrafında özünə məxsus olan, sədəf içində gizlənmiş, inci kimi gözəl oğlanlar dolanmağı qismət eləsin. Amin denən də bir dənə. Qardaş, onun açıqlaması var. Amin demirik. Sən elə deyirsən. Amin demirik. İnanmır, imanı da zədəldir, imanı şübhəlidir, inanmır. Qardaş, belə çıxmasın, qulaq as da, bir dəqiqə qulaq as da. İnci kimi gözəl oğlanlar sən nəyə deyirsən?
Sən bu dəqiqə Özüm, sosial şəbəkə mən heç nə demirəm. Mən, Bəzi- ay Kənan, bəzi ay Kənan, adları ay çəkir, Kənan, ay Kənan, ay Kənan, ay Kənan. Mən heç nə demirəm. Ayət nəyi nəzərdə tutubsa o olsun. Amin deyəndə. O ayətin nəzərdə tutduğunu var ha. Ayət nəyi nəzərdə tutur? Mən bilmirəm əzizim. Sən bilərsən ayətin bilirəm. Mən ayətimə qurban olasan, belə fikir. Amindir, amin deyən, amin deyən, amin deyən. Sən fikirləşdiyin şeyə yozmayaq da. Yaxşı, təşəkkürlər Kənan, təşəkkürlər, təşəkkürlər. Salma, Yox, söz yayın yekunlaşır. Ay qardaş, yayın yekunlaşır. Yayın yekunlaşır. Təşəkkürlər. Sualım var. Təşəkkürlər. Yox, yox, təşəkkürlər, yayın yekunlaşır. Kəsmə sualım var. Təşəkkürlər, yayın yekunlaşır. Təşəkkürlər. İnşallah bir daha baxın görün yayını yekunlaşdırırıq yavaş-yavaş. Furkan buradadsa bir dənə gedək onu 10 dənə vini verək elə. Həm Rəzvin alır da bunu. Onu da deyim, özdəki ay Kənan, belə çox istəyirsənsə ayəti özün qurban ol da. Başqasını niyə qurban edirsən? Yox, amin demədi, özün də şübhəsi var, elə bil. Bəli, 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 özü çox belə hüşdü o ayətdən. Bəli. Cazı versən sahibi yavaş-yavaş yekunlaşdıracağım. Ondan qabaq gedim bir daha Furkanı alaq. Xeyrə qarşı. Ala bilərik, ala bilmərik. Bilmiyorum. Uğurlar abi, təşəkkürlər. Furkan yoxdur, necə yoxdur? Furkan yoxdur ki. Furkan yoxdur. Niyə? Furkan yoxdur. Ruslan ben nə əcəb indiyə qədər yayındadır. Furkan yoxsa yox, deyib yoxdur. Bitti. Furkan yoxsa qalsın. Ruslan hələ də yayındadır. Açmışdı bayaq, var idi. Bağlayıb yəqin. Yoldaşlar, o zaman yayını yavaş-yavaş yekunlaşdıraq bugünlük. Gecəmiz xeyrə qalsın. Xoş gecələr, xoş istirahətlər. Qoş final əla olsun. Nəyin finalı? Qoş uçmadım. Qoş final əla. Nəyin finalı? Yoldaşlar, gecəmiz xeyrə qalsın. Xoş gecələr, xoş istirahətlər. Ruslanla, yox, Ruslanla da nə qədər olur? Ruslan da komaya düşdü. Gecəmiz xeyrə qalsın. Xoş istirahətlər. Xoş gecələr. Sabah saat 8-də yayında olacaq. Sabah görüşənədək. Gecəmiz xeyrə qalsın.